Bu gün imtahan vermişsən və doğru cavabları axtarsan, o zaman doğru ünvandasan. Azərbaycan dili fənni üzrə qrammatika suallarının doğru cavabları üçün videonun sonuna qədər izlə. İndi isə keçək suallarımızın izahına. Birinci sual. Biri yalnız baş cüzbələrdən ibarətdir. Düzgün cavabımız olacaq. E variantı, sizin qonşunuz həkimdir. Həkimdir kim? Sizin qonşunuz. İkinci sual. Fərid sinifdə hamıdan kiçik cümləsində xəbər sifətdir. Kiçik sözü hər zaman sifət olmuşdur. 29-cu sual. Hansı söz feilin əmr şəklindədir? A variantı, siz oxuyun. 30-cu suala baxırıq. Lanın işlənmə məqamları bilirik ki, qoşma, bağlayıcı və zərf düzəldən şəkilçi olur. A. Səfi dayı qonaqlıqda Hüseynlə qoşmadır. Rizvan və Qədir bağlayıcıdır. Günəşlə qoşmadır. Həvəslə zərf düzəldən şəkilçidir və digəri isə müvəffəqiyyətlə necə zərfdir. Düzgün cavabımız olur C variantı. Digər suala baxaq. Düzgün cavabımız olacaq D variantı. Sabir, Orxan və Turanç anarla danışılsın cümləsində deyir. Yalnız xitab kimi düşünülə bilər. Deyir ki, Sabir, Orxan, Turanç və anarla danışılsın. Burada yalnız Sabirə xitab edə bilirik. 32-ci sual. Hansı cümlədə səhv yazılan söz var? B variantı olaraq kin, kudurət yox, ü ilə yazılacaq. 30-cu sual. Elə adamlarla oturdur ki, hamı onlardan razılıq etsin. Tərkibindəki cümlələr ümumi şəxslidir. Xeyr. Hamı onlardan razılıq etsin. Nə etsin? Razılıq etsin. Kim? Hamı müəyyən şəxsi cümlədir. 34-cü sual. Nümunənin təhlilinə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edək. Birinci misra. Alnındakı qırışlar adicə qırış deyil. İkinci misra. Öz xalqının keçdiyi iztirab yollarıdır. Baxırıq 1-ə. Doğru olan hər iki misrada isim birləşmə varmı? Bəli, var. Alnındakı qırışlar, digərində isə xalqının istirab yollarını məsələn götürə bilərik. 2 doğru deyil. 3-ə baxırıq. Birinci misradakı isimlər eyni haldadırmı? Bəli, qırışlar sözü də, qırış deyil sözü hər ikisi eyni halda, belə deyək, adlıq haldadır. 1, 3, 5-ə baxırıq. Birinci misrada həm baş, həm də ikinci dərəcə üzv izləyəni təyinləşdirilmişdir. Yanlış fikirdir. 6-da nümunədəki sifətlər azaltma dərəcəsindədirmi? Xeyr, təbii ki, alnındakı sözü adi dərəcədədir. Düzgün cavabımız olacaq B variantı. 35-ci sual. Sual işarəsinin yerinə hansı şəkilçi yazılsa düzəltmə söz yarada bilərik? C şəkilçisini yarada bilərik. Gül, gülçü yeni söz yaratmış olduq. 36-cı suala baxırıq. Hansı cümlədə o yalnız şəxs əvəzlidir? Baxaq. A variantı, o maşına doğru getdi. Kim o? Bir də deyirəm ki, filan kəs o maşına doğru getdi. Burada işarə əvəzliyi də ola bilər. A variantını götürmürük qətiyyən. B variantı, o içəri girib baş əydi. Kim o? Bəli, burada yalnız şəxs əvəzliyidir.